News. İsrail, ahoy, nə bilim nə dediyi yerdə raket gəldi düşdü təpəsinin ortasından. Təpəsinin ortasından da deməyim, çalışdığı televiziyada tüpürdü dabanına qaçdı. Niyə qaçırsınız? Şəhid olmaq müqəddəsdir axı, niyə qaçırsınız? Qoyun İsrailin bir raketi sizi şəhid eləsin də. Düzdür, şəhidliyin ümumiyyətlə sizə aidiyyatı yoxdur, bəli. Belə danışırdı. Anında raket düşdü televiziyasına. Elə qaçdı ki, elə bəlkə bu burada olmayıb yerli dibli. Baxın bu Çadıralı Salavyova görün nə hürürdü və necə səsini kəsib çıxır aradan. Bax. که شنیدید صدای متجاوز به خاک وطن صدای متجاوز به صدای حق و حقیقت است. آنچه که ملاحظه کردید صدایی که شنیدید فضای غبارآلود استودیو Və nə oldu? Nə oldu? Allah Ekber deyirik. Allah qənim olsun. Peki.